Salam, əziz şagirdlər və abituriyentlər. Bugün sizlərə dim test toplusundan frazeoloji birləşmələrin izahını verəcəm. Başlayaq. Frazeoloji birləşmələrdən biri hövsələdən çıxmaq ifadəsinin sinonimidir. Hövsələdən çıxmaq, yəni səbr kasası daşmaq, səbri tükənmək mənalarını verir. O da olacaq A variantı. Digərləri isə dilə düşmək, yəni hallanmaq, adı hallanmaq mənasını verir. Ürəyi yerindən çıxmaq, qorxmaq, ağız büzmək, istəməmək, dilə gəlməklə danışmayan adamın birdən deyirsən ki, artıq o da dilə gəlib. O mənada ki, cümlələrin birinin xəbəri frazeoloji birləşmə ilə ifadə olunub. Atılıb düşmək mürəkkəb feildir. Qəbul olmaq, bu da mürəkkəb feildir. Qorxudan Asifin canına üşütmə düşdü. Burada canına üşütmə düşmək isə olacaq frazeoloji birləşmə. C variantı. Digərlərində isə yoxdur. Başladı düzəltmə feildir. Xatırlatdı da yenə düzəltmə feildir. 3. Cümlələrdən birinin xəbəri frazeoloji birləşmə ilə ifadə olunub. Uşaqlıq illərimin xatirələrini dostlarımla bölüşdüm. Xəbər düzəltmə feilindən ifadə olunub burada. Məqsədim ədəbiyyatçı olmaqdır. Burada məsdərdir. Sevincdən oynayıb gülürdülər. Burada mürəkkəb feildir. Güclü külək gözlənilir. Düzəltmə feildir. Mən dostumu yola saldım. Burada isə yola salmaq frazeoloji birləşmədir. Sonra 4. Frazeoloji birləşməni müəyyən edin. Məşq etmək, yerbəyer etmək, iştirak etmək, məşğul olmaq bunlar mürəkkəb feildirlər. Amma göz yetirmək, yəni nədəsə gözü olmaq, bu isə frazeoloji birləşmədir. D variantı. Dilotu yemək frazeoloji birləşməsinin antonimi hansıdır? Dilotu yeməyin mənası çox danışmaqdır. Leksik mənası. Onun da antonimi olacaq ağzına su alıb oturmaq, yəni heç nə deyib danışmamaq mənasını verir. Dil tökmək, yalvarmaq mənasını, dil ağıza düşmək, yəni şayələrin yayılması, dil boğaza qoymamaq, bu dilotu yeməyin sinonimidir. Dilə gəlmək də danışmayan insanın danışmasıdır. 6. Frazeoloji birləşmələrdən ibarət cərgəni müəyyən edin. A variantında həll etmək, yaxşı olmaq pozdur, çünki onlar mürəkkəb feildir. B variantında yola getmək, aman vermək, əldən düşmək frazeoloji birləşmələrdir. C variantında hərəkət etmək, əlindən almaq pozur. D variantında təhsil almaq, sahilə çıxmaq pozur. Yola düşmək həm frazeoloji birləşmə kimi işlənə də bilər, həm də işlənməyə bilər. Qulaq asmaq edə olur, dilə düşmək olur, amma su gətirmək olmur. 7. Frazeoloji birləşmələrdən biri omonim kimi işlənə bilər. Burada üz verməkdir. Bir var deyirsən ki, hər hansı bir hadisə üz verdi, yəni baş vermək mənasında. Bir də var deyirsən ki, üz verirsən, astar istəyir, yəni xoş üz göstərmək mənasında. Ona görə olacaq Y variantı. 8. Hansı cərgədə sinonim frazeoloji birləşmələr işlənmişdir? Adı dildən dilə düşmək, ağızdan ağıza gəzmək, bəli. Könlündən keçmək, ürəyi istəmək doğrudur. Bu da başa düşmək, baş çəkmək. Bunlar başa düşməklə baş çəkmək fərqli mənalardır. Başa düşmək anlamaqdır, baş çəkmək isə kimisə yoxlamaqdır. Ona görə olmur. Özündən çıxmaq, hirsi başına vurmaq. Burada isə hər ikisi əsəbləşmək mənasını verən sinonimdir. Get-gələ salmaq, yəni incitmək, xəcalət çəkməkdə utanmaq mənasını verir. Bunlar da fərqli mənalar olduğu üçün sinonim deyil. Sonra 9. Frazemi müəyyən edin. Gedə bilmək mürəkkəb feildir. İşdən gəlmək məsdər tərkibidir. Sözün hikməti ismi birləşmə, ağacı kəsmək məsdər tərkibi. Başdan çıxarmaq isə bu olacaq frazeoloji birləşmə. Yəni kimisə öz tərəfinə çəkmək mənasını verir. 10. Köksünü ötürməyin sinonimi olacaq ah çəkmək, A variantı. 11.
Gözə gəlmək, başa gəlmək. Bunlar sinonim deyil. Gözə gəlmək, yəni nəzərə gəlməkdir. Başa gəlmək də əmələ gəlməkdir. Haldan düşmək, nəfəsi kəsilmək, hər ikisi yorulmaq mənasını verir, sinonimdir. Əldən düşmək yorulmaqdır, gözdən düşmək kimisə istəməməkdir artıq, ürəyi düşmək qorxudur, qorxmaqdır, gözü düşmək, yəni kimisə istəməkdir, bel bağlamaq, inanmaq, boynundan atmaq isə o işi öz öhdəliyinə götürməmək deməkdir. 12. Ağız büzməyin sinonimi. Ağız büzməyin sinoniminin antonimini istəyir. Ağız büzmək, yəni xoşu gəlməmək mənasını verir. Onun da antonimi olacaq xoşuna gəlmək. D variantı. Sonra 13. Çaşıb qalmaq ifadəsi hansı frazeoloji birləşmə ilə əvəz edilə bilər? Çaşıb qalmaq, kələfin ucunu itirmək. A variantı. Hirsi başına vurmaq, əsəbləşməkdir. Yaxasını kənara çəkmək, istəməməkdir. Əldən düşmək, yorulmaqdır. Başı daşdan daşa dəymək, yəni nəyəsə artıq qəbullanmaqdır, başa düşməkdir. 14. Hansında frazeoloji sinonimlər verilmişdir? Vəcdə gəlmək, şövqə gəlmək elə A variantıdır. Digərləri isə yox. Yuxusu gəlmək, yatmaqdır, yazığı gəlmək bilirik, canına üşütmə düşmək, qorxmaqdır, işə düşmək isə yox. Zəhləsi getmək, yola getmək fərqli mənalardır. Həsrət qoymaq, mat qoymaq, bunlar da fərqli mənalardır. 15. Canını oda yaxmağın sinonimi dəridən, qabıqdan çıxmaq, yəni hər hansı bir işdə daha çox işləmək mənasını verir. Sonra A variantında canına yağ kimi yayılmaq, yəni ürəyi istəyən kimi olur. Burnun ucu göynəmək, darıxmaq, mənəm demək, yəni eqolu insan. Gözün odunu almaqda qorxutmaqdır. 16. Ağız açmaq hansı mənaya uyğun gəlir? Məsələn, deyirsən ki, mən gedib onu ağız aça bilmərəm, yəni onu kimdənsə xahiş eləyə bilmərəm, o mənadadır. C variantı. 17. Aman verməməyin antonimi olacaq mərhəmət göstərmək. Sonra 18. Əldən düşməyin sinonimi olacaq nəfəsi kəsilmək. Ələ salmaq, yəni kimisə məsxəriyə qoymaqdır. Əl vermək, salamlaşmaq, ayağa qalxmaq. Bu həm həqiqi, həm məcazi ola bilər. Ayağa qalxmaq, xəstə ayağa qalxdı, yəni sağaldı mənası. Dildən dilə düşmək, bu da şairlərin yayılmasıdır. 19. Qəlbinə dəyməyin antonimi könlünü almaq olacaq. A variantı. Könül vermək, könül bağlamaq, bu istəmək mənasını verir. Həmçinin ürəyinə yatmaq, qəlbindən keçmək də ürəyindən keçmək mənasını, istəmək mənasını verir. Başından tüstü çıxmaq hansı mənaya uyğun gəlir? Başından tüstü çıxmaq deyirik, sanki başımdan tüstü çıxdı, elə bir başıma qaynar qazanla su tökdülər. Yəni, hər hansı bir hadisə kimisə daha çox yandıranda deyir ki, yanıb yaxıldım, sanki başımdan tüstü çıxdı, daha çox təsir edəndə o ifadəni işlədirlər. 21. Biri aldatmaq mənasına uyğundur, gözə kül üfürməkdir, A variantıdır. B. Ələ salmaq aldatmaqdır, baş aparmaq bezdirməkdir, gözü su içməmək inanmamaqdır, qaşqabaq sallamaq da nəyisə istəməmək. Sonra 22. Biri sevinmək mənasını bildirir, qanad açıb uçmaq. Könlündən keçmək istəməkdir, dildən dilə düşmək, yayılmaqdır, könülləri fəth etmək, sevilməkdir, dilotu yeməkdə çox danışmaqdır. 23. Biri mürgüləmək mənasına uyğundur, gözünün acısını almaq, E variantıdır. A. Gözün suyunu axıtmaq, ağlamaqdır, gözə kül üfürmək, aldatmaq, gözü yol çəkmək, kimisə gözləmək, gözü kəlləsinə çıxmaq da təəccüblənməkdir. 24. Deyir, düzgün verilməmişdir sinonimlər. Ürəyini qırmaq, ürəyi düşmək yox, ürəyi düşmək qorxmaqdır. Amma ürəyini qırmaq, yəni qəlbini incitmək, kiminsə qəlbini qırmaq olsaydı, olardı sinonim.
Digərləri isə ağzından su almaq, ağzını qıfıllamaq, göz ayağın altını görməmək, göylə getmək, qılığına girmək, qəlbinə yol tapmaq, dil ötmək, dilotu yemək bunlar bir-biri ilə sinonimdir. 25. Birinin sinonimi düzgün verilmişdir. Qəlbinə yol tapmaq, ürəyini ələ almaq, bəli, A variantı düzgündür. B-də yola düşmək, əl-ayağa düşmək, bunlar fərqli mənalardır. Əl-ayağa düşmək, yəni tələsmək, yola düşmək də getmək, yadına düşmək, yada salmaq, üz ağartmaq, yəni yaxşı bir iş görmək, ürəyi istəmək bilirik, ürək qızdırmaq, yenə bu kimisə istəmək mənasını verir. Dünyadan dördəlli yapışmaq, bu yəni simic adamlara deyilir. Hər şeydən əlini üzmək də ümidsiz olmaq deməkdir. 26. Cümlələrin birində frazem işlənmişdir. A-da, B-də, C-də, Y-də yoxdur. Amma D variantında var. Həmid qazancdan əlini üzmüşdü. Yəni bilirdi ki, artıq qazanc onun olmayacaqdı. Yəni ümidini üzmüşdü. O mənada gəlir. Ona görə olacaq D variantı. 27. Ehtiyatsızlıqdan çanta əlindən yerə düşdü. Bu həqiqidir. Soyuqdan burnun ucu göynəməsi həqiqidir. Bu xəbəri eşidəndə Nəriman sanki cin atına mindi, yəni əsəbləşdi. Burada isə olacaq C variantı. Cin atına minmək. Təzə lüğətdən 3 yeni söz götürmək lazım idi. Burada frazem deyil, lakin götürmək sözü məcazi mənalıdır. Bütün məcazi mənalı sözlər də frazem demək deyil. Ona görə D variantı da olmaz. Qılıncı var gücü ilə başlayındır. Burada həqiqi mənadır. 28. Hansı cümlədə frazeoloji birləşmə işlənmişdir? Topun yola düşməyi həqiqidir. Əlləri əsmək həqiqidir. Həyəcandan valideynlərinə tez-tez baş çəkirdi. Bu isə baş çəkmək frazeoloji birləşmədir. Yəni yoxlamaq mənasını verir. Qarşılığı deyir, hansının doğrudur? 29. Ağzına su alıb oturmaq, sakit durmaq deməkdir, danışmamaq. Canı boğazına yığılmaq, bezmək deməkdir. Bəli, B variantı. Bax, sizə demiş ki, sinonimi. Sinonimi desəydi, onda səhv olardı. Əgər qarşılığı doğrudur desə və yaxud leksik mənası nədir desə, o zaman belə götürə bilərsiniz. Bunda heç bir sıxıntı yoxdur. Cana doymaq, bezməkdir, baş çəkmək, yoxlamaqdır, gözə kül üfürməkdə, nəysə yalandan etməkdir. Sonra keçək neçəyə? 30. Hansı deyir qarşılığı doğrudur? Əldən düşmək yorulmaqdır, canı boğazına yığılmaq, bezməkdir, gecəsini gündüzünə qatmaq, çox işləməkdir. Dilotu yemək isə çox danışmaq mənasını verir, düzdür. Ona görə D variantı. Üzə durmaq isə kiminsə yalandan nəyisə boynuna qoymaq deməkdir. 31. Cümlələrdən birinin xəbəri frazemlə ifadə edilməmişdir. Gözdən itdi, gözə dəymirdi, dilə gəlirdi, nəzər salırdı. Bunlar frazeoloji birləşmədir. Lakin körpülərin qurulması bu həqiqi mənadır. Ona görə E variantı. 32. Frazeoloji birləşmələrdən ibarətdir, sinonim olsun. Dəridən qabıqdan çıxmaq, gecəsini gündüzünə qatmaq, bəli. Ağlına batmaq, tədbir tökmək, xeyir. Dilə gəlmək, başa gəlmək, xeyir. Əldən ayaqdan düşmək, nəfəsi kəsilmək, bəli. Qulaq asmaq, ağzına su alıb oturmaq, bunlar da sinonim deyil. Olacaq cavab C variantı. 33. Antonim olan frazemləri tapaq. Xoşuna gəlmək, xoşuna gəldi, olacaq antonimin nə? Acığına gəldi. Dəhşətə gəldi, yəni təəccübləndi. Vəcdə gəldi, hərəkətə gəldi. Bunlar bir-birindən antonimlik təşkil etmir, amma 1 ilə 5 antonimlik təşkil edir. 34. Əsəbləşmə sözünün frazemi ilə ifadə olunmuş sinonimlər hansı sıradadır?
Əsəbləşmək sözünün frazeoloji birləşmə ilə ifadə olunmuş sinonimləri. Cin atına minmək, özündən çıxmaq, zəncir çeynəmək B variantı olacaqdır. Görürsüz, sizə deyir ki, sözünün frazeoloji birləşmə ilə ifadə olunmuş sinonim. Ona görə biz C variantını götürə bilmərik. Bizdən frazemin sinonimini istəyir. Mənasının frazeminin sinonimi olsun. 35. Səhv fikri göstərin. Tərkibindəki sözlər öz həqiqi mənasını itirib məcazi məna daşıyır. Bəli. Tərəfləri birlikdə bir leksik məna bildirir. Bəli. Tərəfləri ayrı-ayrılıqda sual verilir. Xeyr. Frazeoloji birləşmələrin əsas və aslı tərəfləri olmur. Onlar tərkibcə dəyişməz, sabit birləşmələrdir. Ona görə C variantı yanlışdır. 36. Səhv fikri göstərin deyir. Nitqdə xüsusi məcazlıq ifadəlilik yaradır. Yalnız məcazi məna ifadə edir. Həqiqi mənanı itirib məcazi məna daşıyır. Əsas aslı tərəf olmur, doğru. Formaca dəyişmir deyir. Bu yəni ki, ay uşaqlar, qrammatik şəkilçidir, qəbul etmir. Niyə qəbul etməsin ki? Məsələn, o hər gün gecəsini gündüzünə qataraq dayanmadan işləyirdi. Biz burada görürük ki, gecəsini gündüzünə qatmaq frazeoloji birləşməsinə araq feili bağlama şəkilçisi artırılıbdır. Ona görə E variantı yanlışdır. 37. Biri omonim frazeoloji birləşmə hesab olunmaz. Dilotu yeməkdir. Çox danışmağın omonimi yoxdur. Amma digərlərinin can vermək, məsələn deyirsən ki, yağış yağdı, sanki təbiətə can verdi, diriltdi mənası. Bir də var deyirsən ki, xəstə artıq can verdi. Başa vurmaq etdiyin yaxşılığı kiminsə başına vurmaq, yəni başa qalxmaq mənası. Bir də artıq deyirik, biz bu işləri başa vurmuşuq, yəni yekunlaşdırmışıq mənasında. Olacaq. Bu omonim. Üz vermək, üz verirsən astar istəyir, bir də bədbəxt bir hadisə üz verdi. 38 deyir, omonim frazeoloji birləşmə hesab olunar. Bayaq dedik, başa vurmaq D variantı. 39 deyir, bir frazeoloji birləşmənin həm özü, həm də onun sinonimi və antonimi hansı sıradadır? Can almağın görürük ki, qarşılığını, mənasını verib. Ona görə çıxdın. Sonra boğaza yığılmaq, təngə gəlmək, cana doymaq. Bunlar hamısı birlikdə sinonimdir, çıxdın. Cana gəlmək, cana doymaq, bunlar bezmək mənasını verir. Antonimi can vermək deyil, çıxdın. Baş sındırmaq, ölçüb biçmək, ölçüb biçmək, baş sındırmağın sinonimi deyil, çıxdın. Cana doymaqla boğaza yığılmaq sinonimdir. Onların antonimi də ləzzət almaqdır. Ona görə E variantı. 40. Biri frazeoloji birləşmənin həm özü, həm də onun sinonimi və antonimidir. Yenə söz vermək, vəd vermək sinonimdir. Amma yola vermək onun antonimi deyil. Burnunu sallamaq, qaş qabağı yer süpürmək sinonimdir. Lakin sevinmək onun antonimi deyil. Antoniminin leksik mənasıdır. Yəni, sevincindən çiçəyi çırtlamaq olsaydı, hə, götürərdiniz. Bax, C-də verib, çiçəyi çırtlamaq, kefi açılmaq. Sinonimdir. Onun, deməli, antonimi də olacaq, qəm dəryasına batmaq. 41. Səhv fikri müəyyən edin. Könlünə yatmaq, xoşuna gəlmək sinonimdir. Bəli. Duman çəkildi, yağış kəsdi, frazeoloji birləşmədir. Xeyr, burada feillər məcazi mənalıdır. Feillərin məcazi mənası olmağı da onun frazeoloji birləşmə olması demək deyil. Qəlbinə dəymək, könlünü almaq antonimdir. Bəli, dərdə düşmək yalnız sabit, yola düşmək həm sabit, həm sərbəst. Bəli, məsələn, deyirsən, top yola düşdü, bu zaman sərbəstdir, amma artıq əskər yola düşdü, qatar yola düşdü desəm sabitdir. Əl etmək, anadan olmaq ifadələri frazeoloji birləşmə deyil. Əl etmək,
anadan olmaq. Bəli. Sonra 42. Frazeoloji birləşmələrlə bağlı səhv fikri müəyyən edin. Dərdə düşmək, çiçəyi çırtlamaq antonimdir. Könlünə toxunmaq, qəlbinə dəymək sinonimdir. Qaşqabağı yer süpürmək, bikef olmaq sinonimdir. Yox, çünki bikef olmaq mürəkkəb feildir. Qaşqabağı yer süpürmək isə frazemdir. Ona görə bunlar sinonim ola bilməz. Sonra digərləri də doğrudur. Keçək 43-ə. Yazmayacaq. 43. Bəndlərin birində omonimliyi olan frazem işlənmişdir. Bəs niyə belə əl-ayağa düşmüsən? Əl-ayağa düşmək frazemdir, lakin omonimliyi yoxdur. İşi başa vurub evə keçdi. Burada isə başa vurmaq omonimdir. Burada yekunlaşdırmaq mənasındadır. Amma digər bir mənası o etdiyi yaxşılığı başa vurub, yəni başa qalxmaq mənasıdır. Ona görə B olacaq. Sonra 44. Sən ey şeirlərinlə xalqa can verən şair. Sən ey dünən kimsəsiz təkcə can verən şair. Burada görürük ki, birinci diriltmək mənasındadır, ikinci isə ölmək mənasındadır. Bizdən də yanlışı istəyir. İkinci misrada can verən frazeoloji birləşmənin antonimi dünyaya göz açmaqdır, düzdür. Amonimdir, düzdür. Məcazidir, düzdür. Birinci misrada sinonimi dirildən yox. Dünyaya göz açmaqdır sinonimi. Dirildən diriltmək onun nə idi? Leksik mənasıdır. Ona görə D variantı yanlışdır. 45. Can deyib can eşitmək. Leksik mənası ilə bağlı səhvi müəyyən edin. Can deyib can eşitmək, xoşa gəlməklə sinonim deyil. Ona görə E variantı yanlışdır. Mehriban olmaq deməkdir. Dərdən qabıqdan çıxmaq, səhvi müəyyən edin. Çox çalışmaq mənası frazemdir, məcazidir, düzdür. Özündən çıxmaq, əsəbləşmək deməkdir. Ona görə onunla sinonim deyil. Ona görə D variantı özündən çıxmaq, hirsi başına vurmaqla sinonimdir. 47. Hansı cümlədə omonimli olan sabit söz birləşməsi işlənib? Qılınclar, nizələr keçdi döşündən, cəllada can verdi, dilində vətən. Burada can verməkdir. Mən 2 gündür Novruz bəyə söz vermişəm, onlara qonaq gedəcəyəm. Burada söz verməkdir. Biri var deyirsən ki, məclisdə ona da söz verdilər, yəni danışmağa görə. Bir də deyirsən ki, söz verdi, amma sözün üstə durmadı. Bunu da götürürük. Al yaşıl geyinib durma qarşımda, yayın bədnəzərdən göz dəyər sənə. Burada göz dəyməyin omonimi yoxdur. Sarvan dəqiq cavab vermir, dilini sürüyürdü. Burada dilini sürmək də omonim deyil. Üz vermə nadana, sir vermə pisə. Axır qəlbin ya inciyə, ya küsə. Burada da üz verməkdir. Burada yəni astar vermək mənasındadır. Üz versən deyir astar istəyir, o mənadadır. Bir də deyirsən bədbəxt hadisə üz verdi. Ona görə olacaq 1, 2, 5, 47. 48. Bir-birinin sinonim olan frazemlərdir. Cana doymaqla, məsələn, görək burada nə var? Cana doymaq, boğaza yığılmaq, təngə gəlmək. 1, 4, 6-dır. Bunlar bir-birindən sinonimdir. Digərləri isə can almaq, öldürmək, can vermək, ölmək, boğaza yığılmaq, təngə gəlmək mənasını verir. Ona görə 1, 4, 6 olacaq burada. 49. Yenə bir-birinin sinonimli olanları istəyir. Cin atına minmək, zəncir çeynəmək, bir də özündən çıxmaq. Bu üçü əsəbləşmək mənasını verir deyə götürürük. Can qoymaq, boğaza yığılmaq, boynundan atmaq, bunlar isə müxtəlif leksik məna verirlər. Can qoymaq, yəni bir işi daha çox işləmək, boğaza yığılmaq, artıq təngə gəlmək, boynundan atmaq da istəməmək mənasını verir. 50. Deyir, hansı nümunədə frazemlər
cümlənin baş üzvləri yerində işlənib. Yəni mübtəda və xəbər. Gözünün acısını almaq onun adəti idi. Burada frazeoloji birləşmə cümlənin baş üzvləri yerində işlənib. Gözünün acısını almaq. Biri götürəcəyik. Burada nə onun adəti idi? Gözünün acısını almaq. Yəni yatmaq biraz. Biri götürürük. O rəisin otağından çıxanda qaşqabağı yer süpürürdü. Burada da xəbərimiz qaşqabağı yer süpürürdü. Bunu da götürürük. Ağlım kəsməyən işləri etmərəm. Burada ağlım kəsməyən təyindir. Hansı işlər ona görə götürmürük. Qatarın yola düşməsinə az qalmışdı. Burada isə nəyə az qalmışdı? Qatarın yola düşməsinə tamamlıqdır. Özündən çıxmaq sənə yaraşmaz. Nə? Özündən çıxmaq. Burada da mübtədadır, götürürük. Deməli 1, 2, 5 olacaq. 51. Antonimlərinin yer ardıcıllığını müəyyənləşdirin. İncidəndə gərək könlünü almağı da bacarasan. Könlünü almağın antonimi olacaq, xətrinə dəymək. Bunlara yiyə durmaq hər adamın işi deyil. Yiyə durmağın antonimi olacaq, boynundan atmaq. İşin ağırlığını görən kimi yaxasını kənara çəkdi. Yaxasını kənara çəkdiyin antonim olacaq boynuna götürmək. İşin həll olunduğunu görəndə kefi duruldu. Yəni kefi saz oldu. Bunun da antonimi olacaq qanı qaralmaq. 3, 2, 4, 1. 52-də də eynidir. Könlünü oxşamağın antonimi olacaq xətrinə dəymək. Boynuna almağın antonimi olacaq yaxasını kənara çəkmək. Ağzına su alıb oturmağın antonimi olacaq dilotu yemək. Kefi açılmağın da antonimi olacaq qanı qaralmaq. Hələlik uşaqlar sağ olun. Gələn izahlara dək. Zəhmət olmasa sizlər də kanalımıza abunə olub sinif yoldaşlarınızla paylaşmağı, şərh yazmağı unutmayın. Nə suallarınız olsa əlavə şərh bölməsinə qeyd edə bilərsiniz. Hələlik gələn görüşlərə dək.